Sizi salamlayıram, hörmətli izləyicilər. Mənə sual gəlib ki, hormonal dəyişiklik menstruasiyaya necə təsir göstərir? Hormonal dəyişiklik müxtəlif yaşlarda qadınlara müxtəlif təsir göstərir. Pubertat dövründə, yəni aybaşı təzə başlayan dövrlərdə bir cür olur. 40 yaşına qədər bir cür dəyişiklik verir. 40 yaşından sonra menopauzaya qədər və menopauzadan sonra isə hormonal dəyişikliklər müxtəlif cür təsir eləyir qadınlara. Hormonal dəyişiklik olanda aybaşı gecikə bilər, aybaşı uzana bilər və aralıq qanaxmaları ola bilər. Hormonal dəyişiklik olanda cavan qızlarda tüklənmə, sifətlərində sivilcələr ola bilər. Bundan başqa, hormonal dəyişiklik olanda qadınların süd vəzlərində möhkəm ağrılar ola bilər, süd ifrazı ola bilər. Eyni zamanda qadınlar birdən-birə kökələ bilirlər və yaxud cinsi həvəs azala bilər və yaxud da ki, əksinə arta bilər. Hər yaş dövrünün öz hormon dəyişikliyi var. Əziz qadınlar, əgər siz görsünüz ki, sizdə aybaşı 21-35 gün arasından çox çəkir və yaxud da ki, daha qısadır, mütləq həkiminizə müraciət edin. Əgər siz görsünüz ki, birdən-birə çəki artıb, yenə də hormonal səbəbdən ola bilər, yenə də həkimə müraciət eləmək lazımdır. Və yaxud da ki, qadınlar gəlib deyirlər ki, doktor, cinsi həvət tamamilə sönüb. Bu, testosteron hormonunun azalması üzündən ola bilər. Yenə də yoxlanıb müalicə almağınız məsləhətdir. Və yaxud aybaşı gecikir, süd vəzlərindən süd gəlir və yaxud süd vəzlərində möhkəm gərginlik olur. Bu, prolaktin hormonunun artması nəticəsində, səviyyəsinin qalxması nəticəsində ola bilər. Ona görə, əziz qadınlar, siz özünüzdə dəyişiklik hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Gedəndə mütləq ac gedin ki, ikinci dəfə analizdən ötürü bir də getməyəsiniz. Həkimlər deyən analizləri verin və müalicə olunun. Hər şeyin müalicəsi var. Diqqətinizə görə çox sağ olun.